Salam dostlar, xoş gördük sizin hepinizi. Bu dəfəki mövzumuz protein haqqında olan miflərdir. Çalışacağım maksimum dərəcədə hər birinə öz fikrimi bildirim və danışaq bugün. Nə mifdir, nə yaxşıdır, nə pisdir, nə zərərlidir və nə zərərli deyil. Gəlin başlayaq. Miflər nədir? Zolal çox faydalı bir qida elementidir. Amma onun ətrafında yanlış inanclar həddindən artıq çoxdur. Bu izləyicilər üçün həm də maarifləndirici olacaq ki, hansı ki mən sizə çalışacağam ki, maarifləndirim protein haqqında düzgün yanaşma necə olmalıdır. 1. Zolal böyrəklərə zərər verir. Sağlam böyrəyi olan insanlar üçün yüksək proteinli qidalanma təhlükəsizdir. Yüksək zolallı olan qidalanma təhlükəsizdir. Həddindən artıq aşırı protein qəbulu əlbəttə ki, böyrəklərə o zaman ziyan verə bilər, amma bunu üçün gərək hər gün biz səhərdən axşama kimi oturub yemək yeyək, zolal qəbul eləyək. Bu da onsuz da qeyri-mümkün kimi bir şeydir. İnsan 1 kilo çəkisinə qram yarım və 2 qram zolal protein qəbul eləməlidir. Hansı ki, onsuz da gündəlik həyatımızda bunu hər kəs bacarmır, bacaranlar da çətinliklə bacarır. Ona görə onun o pik səviyyəyə keçməsi mümkün deyil. Onun da zərər verə bilər. Bu miflərdən biridir ki, böyrəyə pis təsir göstərir. Böyrək problemləri olan şəxslər də əlbəttə ki, bu pis nəticəsini göstərə bilər. O da əlbəttə ki, əgər siz sağlamsınızsa, böyrənizdə problem yoxdursa, böyrəyinizdə heç bir problem yoxdursa, onu da bəli, zolalın qəbul eləməyi pis təsir göstərməyəcək, əksinə. Bu lazımdır. İkinci mif, zolal sümük zəifliyinə səbəb. Həqiqətən amma araşdırmalar onu göstərir ki, zolal əksinə sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azaldır. Hansı ki, əvvəlki zolal haqqında, protein haqqında danışdığımız mövzuda da mən bildirmişdim ki, bədənimizin düzgün formalaşdırılmağına mütləq şəkildə protein, zolal lazımdır. Nə qədər ət yesək, balıq yesək, yumurta yesək, bu bədənimizin düzgün formalaşmağına da kömək olur və sümüklərimizi də bərk eləyir. Üçüncü mif. Zolal qəbul etmək yalnız idmançılar üçündür. Baxın, idmançılar nəyə görə zolal qəbul edirlər, protein qəbul edirlər? Çünki onlar gündəlik olaraq məşq edirlər və əzələlərini güc altına salırlar və əzələlərini dağıdırlar və əzələlərin bərpası üçün onlara protein, zolal lazımdır. Amma idmanla məşğul olmayan adamlar belə hətta protein yeyəndə, zolal qəbul edəndə bədənləri yenə də daha formada olur. Məsəl üçün, idmanla məşğul olmasın bir adam gündəlik ət, balıq, yumurta, pendir, toyuq, belə şeylərlə ancaq qidalansın, onun artıq çəkisi artıq bir olmayacaq və sağlam olacaq. Çünki bədən zolal, bədənin yaxşı yaşamaq üçün, daha uzun ömürlü yaşamaq üçün ona zolal və təbii faydalı yağlar lazımdır. Dördüncü mif, çox zolal qəbul etmək piylənməyə səbəb olur. Amma həqiqətən odur ki, zolal iştahını azaldır və arıqlamağa kömək edir. Əksinə, kalori nəzarət edildikdə heç bir zaman piy yağı yaranmaz. Hər bir insan indiki zamanda hamımız kaloriya nəzarət eləməliyik. Çünki dükandan, marketdən aldığımız şeylərin tərkibində o qədər kalori var ki, biz bir dənə məsəl üçün bir şokolad yesək, bir şokolad tərkibində 500, 600, 700 kalori ola bilər, amma biz düzgün qidalanmaq 2 qab, 3 qab yeməkdə belə 700-600 kalori ola bilər. Ona görə onu hər bir insan özü düzgün nəzarət eləməlidir və çox zolal qəbul etmək piylənməyə səbəb olmur. Əksinə, metabolizmədə yaxşı təsir göstərir və zolal qəbul edərək heç bir adam piylənmir. Əksinə, karbohidrat qəbul edərək insan piylənir və bu da 4-cü mifdir. 5-ci mif, protein tozları süni və zərərlidir. Yüksək keyfiyyətli protein tozları təbii məhsullardan hazırlanır və əksinə, yüksək keyfiyyətli proteinlərin tərkibində vitamin B qrupu da olur, tam orada kreatin də olur, orada BCA da olur, orada glutamin də olur, B6 olur, B12 olur, hansı ki bədənin, beynin, şuurun, hər bir şeyin düzgün işləməyində mütləq şəkildə lazımdır. 6-cı mif, zolal qaraciyərə zərər verir, protein qaraciyərə zərər verir. Qaraciyər normal fəaliyyətini zolal qəbulu zədələnmir. Onu spirt zədələdiyi qədər, məsəl üçün içki zədələdiyi qədər heç nə zədələnmir qaraciyər. Bunu həkimlər, idmanla məşğul olanlar daha yaxşı bilərlər ki, zolal sizin qaraciyərinizi zədələməz. Əksinə, sizin qaraciyərinizə daha yaxşı təsir göstərə bilər. Çünki düzgün təmiz keyfiyyətli zolal istifadəsiz ət yesəz, yumurta yesəz, onun tərkibində olan, yumurtanın tərkibində olan zolallar, sink, faydalı daha vitaminlər, onlar hər biri əksinə qaraciyərə daha yaxşı təsirini göstərəcək. Yəni, bu da miflərdən biridir. 7-ci mif, protein qəbul edənlər əlavə qida qəbul etməməlidirlər.
Əlbəttə ki, bu böyük bir mifdir. Biz protein ona görə qəbul edə bilirik ki, biz lazımı qədər gündəlik zulal ehtiyatımızı qəbul edə bilmirik. Proteindən kömək kimi istifadə edirik ki, idman əlavəsi kimi. Tutaq ki, biz işdəyik, biz və yaxud da yoldayıq, hardayıqsa biz nə gəldi yeməkdənsə o bir dənə protein düzəldib içirik və bu bizə qidanı düzgün vitaminləri almağa kömək göstərir. Bu da növbəti miflərdən biri idi ki, protein qəbul edənlər əlavə qida qəbul etməlidirlər. Gülməlidir. 8-ci mif. Zulal sadəcə əsələ üçün vacibdir. Amma həqiqət odur ki, zulal həm dəri, həm saç, həm dırnaq, həm immunitet sistemi hər şey üçün vacibdir. Yəni biz gündəlik olaraq yumurta, ət, toyuq, pendir belə şeylər yedikdə əlbəttə ki, biz immunitet sistemimiz güclü olur, dırnaqlarımız daha yaxşı böyüyür, saçımız daha yaxşı inkişaf eləyir, dərimiz daha sağlam olur, ümumi bədənə hər bir şey təsir göstərir. Ona görə bu da növbəti miflərdən biridir ki, zulal ancaq əzələ üçün vacibdir. Xeyr, zulal ümumi bədənin düzgün funksiyasını daşıması üçün, düzgün effektiv işləməsi üçün mütləq şəkildə lazımdır və bir dənə də bonus olaraq özüm mif əlavə edirəm ki, çox adam deyir ki, protein insan atı ola bilmir və yaxud nə bilim belə bir şeylər bir ara insanların içində söhbət oldu ki, protein kişiliyə ziyandır, nə bilim nədir, belə şeylər var idi. Amma ki, əlbəttə ki, hətta deyərdim ki, protein içəndə ona yaxşı təsir göstərir. Çünki protein insanda testosteronu da qaldırır və proteinin günümüzdəki indiki keyfiyyətli proteinlərin hər birinin tərkibində çox keyfiyyətli bir vitaminlər var ki, hansı ki, əksinə testosteronu qaldırır, testosteronun inkişafına yaxşı təsir göstərir, bədənin hormonlarını balanslaşdırır və əlbəttə ki, insan əksinə düzgün keyfiyyətli protein qəbul edəndə hətta at olmağına daha çox kömək ola bilər. Bu bonusu dostlar ki, yəni ki, belə biflərə inanmayın, araşdırın, özünüz girin, oxuyun, internetdə hər yerdə düzgün məlumatlar qeyd olunub. Hər bir statiyaları, hər bir forumları özünüz oxuyun və görün ki, nə yaxşıdır, nə pisdir, nə qədər lazımdır, nə qədər lazım deyil. Dostlar, bugün danışdıqlarım bu qədər. Kanalıma abunə olun və əlbəttə ki, kommentlər yazın ki, kommentlərdə bildirin ki, nə daha mifdir, hansı ki, mən bugün danışmadım. Mənim özümə də maraqlıdır. Biraz bunun haqqında danışaq, görün başqa nə miflər var ki, protein haqqında gəzir. Sağ olun, növbəti görüşlərdək.